Arxeoloqlar dünyanın ən qədim şərabçılıq ənənələrinin Gürcüstanın şərqindəki bu təpəliklərdə mövcud olduğunu deyir. Şərab 8000 il əvvəl Kvevridə hazırlanırdı. Bu torpaqda bastırılan arı şanı ilə astarlanmış gil qaba deyilir. Amerikalı John Werdman öz qırqovul göz yaşı şərablarını hazırlamaq üçün qədim üsuldan yararlanır. Biz bu intibahın başlanğıcındayıq. Hələ görüləsi çox iş var və bunun çox hissəsi öyrənməkdir. Werdman öz üzüm bağını ekskursiya və şərab daddırmaq tədbirləri ilə təbliğ edir. John Werdman qədim diyarın milli şərabçılıq ənənələrini geri qaytarmaq səyləri çərçivəsində Gürcüstanın şərqində təcrübə məqsədi ilə 340 gürcü üzüm növündən əkib. Gürcüstan şərabının keyfiyyəti Amerikalı və Avropalı alıcıları buraya cəlb edir. Onlardan biri Kaliforniyanın San Francisco şəhəri yaxınlığındakı şərab mağazasının və barının sahibi olan Liza Costa'dır. Burada çox sayda simalar, çox sayda unikallıq gördük. Ənənələri qorumağa çalışan John kimi insanlarla, qədim çeşidlərlə, qədim yöntəmlərlə tanış olduq. Şərabın dadından artıq hər şey bəllidir. 2006-cı ildə Rusiya prezidenti Vladimir Putin qəti şəkildə gürcü şərabına qadağa qoyduğu üçün hal-hazırda gürcü şərabı dünyanın 50-dən artıq ölkəsinə ixrac olunur. Gürcüstan indi 6 il əvvəlkinin 1/3 qədər şərab ixrac edir, lakin eyni miqdarda qazanc əldə edir. Bu həftə Gürcüstanda Moskvada təhsil almış yeni baş nazir Bidzina İvanaşvili hakimiyyətə gələcək. Rusiya şərab istehlakçıları embargonun qaldırılacağını ümid etdikləri üçün Werdman'ı sövdələşməyə çağırırlar. Rusiya bazarının yenidən açılmasının təhlükəsi ondan ibarət ola bilər ki, bu insanların böyük ölçüdə daha az keyfiyyətə malik şərab tələbatına dəvət olacaq. Werdman deyir ki, şərab min illər boyunca gürcü mədəniyyətinin ayrılmaz hissəsi olub. Ruslar isə vodka içməkdən yenicə imtina etməyə başlayır. Gürcüstanda digər Şato Muxrani, kiçik şərab mağazasının sahibi, fransız şərab istehsalçısı Jacques Fleury deyir ki, Rusiyanın embargo tətbiq etməsi Gürcüstanı öz şərab sənayesini inkişaf etdirməyə məcbur edir. Bu Gürcüstan şərab sənayesini öz yüksək səviyyəli keyfiyyətinə qaldırdı. Çünki biz qərb ölkələrinə doğru artmaq məcburiyyətində idik. Orada isə keyfiyyətlə bağlı çox narahatlıqlar var idi. Rusiya rəsmi olaraq gürcü şərabını səhiyyə səbəbləri ilə əlaqədar qadağan edib. Lakin Fleury Rusiya şərab sevənlərin fərqli düşündüyünü deyir. Müşahidələrimə görə deyə bilərəm ki, Sankt-Peterburqda insanlar bərəyə minərək Estoniyaya və ya Finlandiyaya gedib bizim şərabları alırlar və gürcü şərabının qutularını Rusiyaya geri gətirirlər. Mənə elə gəlir ki, bizim şərablara hələ də böyük maraq var. Min illər boyunca gürcü xalqını tanıdan, qədim təpələrdən gələn həmin bir bakal şərabın insan sağlamlığına xeyirli olub-olmadığını müəyyən etmək, indi Rusiyada istehlakçı haqlarının müdafiəsi xidmətinə düşür. Vaşinqtondan Emin Kərimov, Amerikanın səsi.